V bərabər 20 minus 10t. Müşahidəyə başlayandan keçən 3 saniyə müddətində nöqtənin getdiyi yolu hesablayın. Bu nə vaxt dayanır? Nə vaxt son sürəti 0 olur? 2 saniyə sonra dayanır da. Onu 2-yə vuranda 20 edir. 3 saniyədə o istiqamətini dəyişəcək. Ona görə mütləq qrafik qurub elə baxaq. 2 saniyə sonra sürəti 0-dır. 20-dən başlayıb. 3 saniyə sonra sürəti neçə eləyir? 20 minus 30. Mənfi 10 eləyir. İndi fiqurların sahəsinə baxaq. Bu fiqurun sahəsi 20 vur 2 böl 2 eləyəcək 20. Bir də bu fiqurun sahəsi 2 ilə 3-ün arası 1-dir. 1 vurulsun 10 bölünsün 2. Bu da eləyir 5. Ümumilikdə 20 üstə gəl 5. 25 metr yol getmiş olar. İstiqamətini dəyişəndə qrafikə baxmaq daha dəqiq nəticə almağa imkan verir.